Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Nahmeduhu ve nesta'inuhu ve nestağfiruhu ve netevekkalu aleyh ve nusalli ve nusellim ala habibihi ve necibihi ve hayratihi fi halqihi hafiz sirrih mübelliğ risalatih beşir rahmetih nezir nikmetih seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed ve ala alihi tayyibin el-etharin el-muntajabin el-hudat el-mehdiyyin el-ma'sumin siyama baqiyatillah fil aradin. Usikum ve nefsi bitaqvallah ya ibadallah. Esselamu aleyküm cemiyen ve rahmetullah ve berekatuhu. Özümü və siz əziz, dəyərli dostları, möminləri, möminələri, inançlı bacı qardaşlarımı mübarək Mövlud günlərində, mübarək Şəban ayında ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Şəban ayında bir neçə mühüm mövlud bu ayda qərar tutub və bir neçəsi ardıcıldır. Onların bir neçəsini arxada qoyduq. Allah mübarək eləsin inşallah. Keçən cümə İmam Hüseyin əleyhissalamın mübarək mövludu idi. Həzrəti Əbəlfəz ağanın mübarək mövludu idi. Həzrəti İmam Səccad əleyhissalamın mübarək mövludu idi. O mövludları və sabahda İmam Hüseyin ağanın oğlu Əli Əkbəri mübarək mövlududur. Bunların hamısını siz əziz dəyərli möminlərə, möminələrə səmimi qəlbdən təbrik deyirəm inşallah. Allah Teala bu ayların ehtiramına bizləri şeytanın şərrindən qorusun və axırımızı inşallah xeyirdən xətm eləsin. Allaha and verirəm izzət və cəlalına. Uca Allah qarşıdan gələn mühüm bayramlarımızdan biri İmam Zaman əleyhissalamın mübarək mövlud günüdür. O gün inşallah hər birimizin duasını ali dərəcədə qəbul eləsin. Allah Teala peyğəmbərlərin hamısını məbus elədi, bi'sət deyirlər də, peyğəmbərləri göndərdi, peyğəmbərlərin göndərilmə hədəfi məlum idi. Peyğəmbərlər ancaq və ancaq Allahın təkliyini və onun göndərdiyi dini insanlara çatdırmaq üçün məbus olmuşdular. Amma insanların bir hissəsi onlardan mübarizə elədilər. Haqq söz eşitdilər, qulaqlarını tutdular. Haqqı gördülər, görməzdən gəldilər. Bu cür onların o nemətlərin qədrini bilmədilər. Həyat belədir, insanlar əllərində olan nemətin qədrini, nemət onların əlindən çıxandan sonra başa düşürlər və əfsus eləyirlər. Ah-nalə eləyirlər. Narahat olurlar. Amma o narahatçılıq heç nəyə bir fayda vermir. Qədimdə insanın əlində bir nemət olar, o nemətin qədrini bilməz, cavanlığın qədrini bilməz, sağlamlığın qədrini bilməz, əlindəki rizq-ruzun qədrini bilməz, ailənin, uşağın qədrini bilməz. Bunlar insanın əlindən çıxanda insan onların qədrini bilər və der, ey kaş onu zamanında mən əlimdə saxlaya biləydim və onun hörmətini qoruya biləydim. Peyğəmbərlər insanların içərisində oldu, cəmiyyətdə oldu. Bir hissə insanlar xoşbəxt oldular, onlara iman gətirdilər. Bir hissə insanlar isə bədbəxt oldular, onlardan üz çevirdilər. Allah bizə çox nemət verir. Allahdan bu günlərdə istəyək ki, Allah Teala bizə verdiyi nemətlərin layiqli şükrünü yerinə yetirməkdə Allah bizə tövfiq nəsib eləsin. Bu məscid Allahın bizə lütf elədiyi böyük nemətdir. Siz böyük nemətsiz bu məscid üçün.
Və burada keçirilən mövludlardır, böyük nemətdir, cümələrdir, böyük nemətdir. Bütün ayinlər ki, burada yerinə yetirilir, onlar hamısı böyük nemətdir. İndi biz bu nemətlərin içərisindəyik, bunların qədrini o qədər lazımdır, o qədər bilmirik. Şükrünü də o qədər ki, lazımdır, yerinə yetirə bilmirik. Allah bunları əlimizdən almasın inşallah. Allah sizləri bu məsciddə sizləri çox görməsin. Allah Teala bu nemətin qədrini bilənlərdən bizlər qərar versin inşallah. Bu axır zamandayıq biz. Bu axır zamanda insanlar ələkdə ələnirlər. Rahatçılıqda Allaha ibadət eləmək yaxşıdır və nemətdir. Allah Teala bəzən insanı imtahan eləyər, insanı çətinliyə salar ki, görəsən sən bu çətinlikdə də bu ibadəti, bu nemətə şükür yerinə yetirə bilərsən ya yox. Bir zaman var idi, Sovetlər zamanı bütün dinlərə məhdudiyyət qoyulmuşdu və dinlərlə mübarizə aparırdılar. Əsl kişilər o kişilər idi ki, o zamanda imanında sabit qaldı. O möhkəm küləklər onun kökündən çıxardıb atmadı. Amma bir sıra insanlar oradan salamat çıxa bilmədilər. Biz axır zamandayıq, bu axır zamanda bu hadisələr çoxdur. Allah Teala insanları hər nədən imtihan eləyir. Namaz, oruc, həc, xums, zəkat, dinin dini deyirlər də, budaqlar. Allah hamısına imtihan eləyir. Amma bunların ən üstün imtihanı, ən çətin imtihanı vilayət imtihanıdır. Yadınızda olsa mən bir neçə cümə qabaq demişdim. Şeytanı Allah nə ilə imtihana çəkdi ki, şeytan məğlub oldu, onda əbd idi. Şeytan əbd idi, muti idi Allaha. Bir dənə imtihan ki, Allah onu vilayətdən imtihana çəkdi, vilayətdən imtihandan çıxa bilmədi. Təkəbbürlü elə. Dedi, Adəmin qarşısında səcdiyə get. Adəm yaratdığım, yer üzündə xəlq elədiyim nümayəndədir. Vəlidir. Vəliyə gələndə yox. Peyğəmbərin ümmətində Peyğəmbər nə qədər sağ idi, bir o qədər söhbət yox idi. İndi bəziləri nəyə görəsə susmuşdu, bəziləri imanlı idi, hər nə. İmtihan ha vaxt başladı. Peyğəmbər dünyasını dəyişdi, vilayət imtihanı başladı. Orada insanlar darmadağın oldular. Allah Teala nemətləri verdi insanlara. Amma insanlar onların qədrini bilməyəndən sonra Allah Teala o neməti onların əlindən aldı. İslam Peyğəmbəri məbus olur, Məkkədə düz 10 il insanları hidayətə çağırır. Allaha doğru səsləyir, deyir, Qulu la ilahə illallah tuflihu. La ilahə illallah deyin, nicat tapın. Bunlar nə iş gördülər? Amma bu insanların çoxsu o dəvəti qəbul eləmədilər və ondan yuxarı getsək, o həzrəti daşqalaq elədilər. O həzrətin dişini sındırdılar, ayağının altına tikan tökdülər. Onu ələ saldılar, məsxərə elədilər. Peyğəmbərin başına nə oyunlar açdılar. Peyğəmbərə zülm elədilər. Peyğəmbər güldü. Dedi, mən sizi cənnətə çağırıram. Siz mənə daş atırsınız. Mən sizi Allaha doğru çağırıram. Siz ayağımın altına tikan tökürsünüz. Bu ki, heç Peyğəmbərdən mübarizəyə qalxdılar. Peyğəmbəri öldürməyə, terror eləməyə qalxdılar. Ondan sonra Allahın vəlilərindən də bu cür elədilər. Həzrət Əmir əl-Möminin məsciddə, mihrabın içində öldürdülər, şəhid elədilər. İmam Həsənə zəhər verdilər, ciyəri parça-parça oldu, ağzından töküldü. İmam Hüseyni çəkdilər Kərbalaya. Balalarını doğrğam elədilər Kərbalada. Əli Əsqərini əlinin üstündə oxladılar. İmam Səccad 40 il azadlıqda idi, amma məhbus idi. Qoymadılar danışa. 40 il bu kişi Allahın vəlisi yer üzündə
sözlərini dualarla çatdırdı insanlara. Səhifə-i Səccadəyə gedin, baxın, dua kitabıdır, İmam Səccadın dua kitabıdır. Bu kimlər elədi bunu? İnsanlar. Allah Teala 11 dənə imamı göndərdi. 124 min dənə peyğəmbəri göndərdi. Ta insanlar hidayət olsun. Ta insanlar zəlalətdən çıxsın. Bəzilər o nemətdən istifadə elədi, bir çox kütlə də o nemətdən istifadə eləmədi. Allah Teala Həzrəti Sahibəzzaman əleyhissalatu vəssalamı qeybə çəkdi. Nə cür qeybə çəkdi? Onu gözlərdən yoxa çıxartdı. Ona Həzrət Nuhun ömrünü verdi. Peyğəmbərimiz buyurur ki, "Ləv yəbqa minəd-dunya illə yawmun lətəvvəlallah zəlikəl yawm hatta yəliyə rəculun min itrəti ismuhu ismi yəmlə'ul ard qistən və adlən kəma muliət zulmən və cavra." Peyğəmbərimizin hədisində buyurur ki, əgər dünyanın sonuna bir gün, qiyamətə bir gün qalmış olsa belə, Allah Teala o günü uzadar. Ta nəslimdən olan bir kişi zuhur edənə qədər. O kişi kimdir? Onun adı mənim adımdır. Bilirsiniz ki, İmam Zaman Ağa'nın əsli adı Peyğəmbərin adıdır. Yeryüzü zülmlə dolub, İmam Zaman Ağa zuhur edəndə haqq və ədaləti yeryüzündə bərqərar edəcək inşallah. İndi belə bir şəxsin mövlud günü gəlir, yaxındadır. Allah Teala bizləri o Həzrətin vilayətini doğru, düzgün bilib qəbul edənlərdən qərar versin inşallah. İmam Zaman Ağa'nın vilayət devrində biz böyük imtahanlardayıq. Dünyada gedən prosesləri görürsünüz. Bunlar böyük imtahandır. Bizə böyük imtahandır. İmam Zaman əleyhissalamın zuhur edəcəyi gün, o gün çox böyük imtahanlar baş verəcək. Elə deyil ki, elə biz namazdan sonra İmam Zamanın fərəz duasını oxuyuruq. İmam Zaman Ağa zuhur eləyən həmən biz sevinclə qəlbimiz dolacaq və İmam Zaman Ağa beyyət eləyəcək. Yox. Çox fitnələr çıxar. Çox insanların beyni yuyulacaq. Çox insanlarda şübhə yaranacaq və şeytan boş durar mı? Yox. Boş durmaz. Bugün adicə baxın, bütün dünya bir dənə vilayətin üstündə müharibə eləyir. Dünya imperializm qüvvələr bir araya toplaşıblar, uşaq qatilləri, hegemonlar bir araya toplaşıblar, onların quru namazdan, quru oruçdan, səcdə ilə, xumsdan, heç nədən işləri yoxdur. Hətta onlara şərait də yaradırlar. Deyirlər, sizin heç nədən işiniz olmasın, namazınızı qılın, məscid problemdir. Oruç tutun, hədis oxuyun, fiqh oxuyun, tarixdən danışın. Məbada vilayət danışasınız. Məbada vilayət danışasınız. Bax, bütün büyük dünya bunun üstündədir. Bir dənə əhsirimizdə bir dənə pərçəmdar var, bir dənə ələmdar var. Bütün dünya bu ələmdardan döyüşür. Bu bizə kiçik imtihanın göstəricisidir. Hələ böyük imtihan İmam Zaman əleyhissalamdır ki, o hələ zuhur eləməyib. İndi burada insanlar laxlayıb tökülürlər. Bu imtihanda insanlar laxlayıb tökülürlər. Media tirajlayır, media tirajlayır. Bir dənə ələmdarın üstünə nə qədər çaqqallar daraşıblar. Nədir vilayət məsələsi? Onların başqa insanlardan niyə işi yoxdur? Niyə bir Seyyid Əli Xamneydi? Vilayətdir da, bu vilayət söhbətidir. Vilayətdir. İndi görürsən nə qədər buna şübhə atırlar, ay İran, ay Turan. Vallahi billahi deyirəm, bu vilayət Nəcəf-ül Əşrəfdə də olsa, biz ağzımızı Nəcəfə hərləyəcəyik, Qüdsdə olsa ağzımızı Qüdsə hərləyəcəyik, Gürcüstanda olsa ağzımızı Gürcüstana hərləyəcəyik, Azərbaycanda olsa ağzımızı Azərbaycana hərləyəcəyik, bizə fərq eləmir, məkan fərq eləmir, vilayətdə heç bir məkan yoxdur. Kim deyib ki, vilayətdə məkan var? Baxın, məkanla bizim ağzımızı əyirlər. Bəli, bunlar palçıqdır da, atırlar insanlara, müəyyən şübhələr yaradırlar. Bugün, o nədir deyirlər, hər gün Aşuradır, hər yer Kərbəladır. Bu nə sözdür?
Nə sözdür bu? Bu simvolik sözdür. Deyir, hər gün Aşuradır, hər gün zülüm var. Hər yer Kərbaladır. Hər yerdə məzlum var, zülmün qarşısında dayanan da var, az da olsa belə. Deyir, hər günün Yezidi də var, hər günün Həzrət Hüseyni də var. Biz onu təşbih eləyəndə ələuzubillah demirik ki, məsələn, filan kəs Həzrət Əlidir. Yox, Əli əleyhissalam ola bilməz. Demirik ki, filan kəs Həzrət Hüseyndir, ola bilməz. Amma onun yolunu gedirsə, onun məhəbbəti qəlbindədirsə, bu zamanasının İmam Hüseyni olur da. Bunun əleyhinə qalxan qumarbaz, şərabxor, zinazadə, zinadan əmələ gələn, meymun oynadan, bu sifətlər kimdə varsa zamanan Yezid olur da bu. Fironu Allah bilirsən ha vaxt qərq elədi. Firon o qədər qüvvə və qüdrətə çatdı ki, da dedi, "Ənə Rabbukumul əla." Mən sizin Allahınız və Tanrınızam. Əlahüzbillah. Bu qüvvəyə çatdı, dedi da mənəm. Qüvvə məndə, qüdrət məndə, bütün idarəçilik məndə. Allah Taala o həddə yetişəndə onu suya batırdı, qərq elədi. O deyir ki, gecənin ən pik qaranlığı sübhün açılmasına yaxındır. Ona görə deyir, intizarda insanlar məyus olacaqlar. Allah ələkdən insanları əliyir. İntizar zamanındayıq biz. Biz bütün məyusluğa gedirik. Məyusluq nədir? Məyusluq budur ki, hani Allahın nəsri köməyi? Sən tarixi oxu, Aşurada olsaydın, sən dində qalardın ya qalmazdın. Məyusluğa İmam Hüseynin ətrafındaşlar məyus olmadılar. Dedilər, Allah bizdəndir. Öldülər, dedilər, Allah bizdəndir. Canları çıxdı, dedilər, Allah bizdəndir. Qanlarına qaltan oldular, dedilər, Allah bizdəndir. Dönmədilər, məyus olmadılar. İnnə mə'al usri yusra. Hər çətinlikdən sonra bir hasanlıq var. Allah İmam Hüseyni yer üzünə qalib elədi. Gedin Kərbalıya, istər ərbəyin olsun, istər ərbəyin olmasın. Bax, hərəm dolur, boşalır, dolur, boşalır. İlin bütün ayı, ayın bütün günləri, günün bütün gecələri, gecələrin bütün günüzləri. Gedin, bax. Bu nə cür günəşdir ki, insanlar bu günəşin ətrafından əl çəkmir? O həmən günəşdir ki, Yezid onu yerə gömdü, üstündən də torpaq vurdu. Dedi, bu qutardı. Bu qutardı. Amma Allah Teala onu yerin dibindən çıxartdı, getdi, dünyada ən sevimli bir şəxsə çevirdi. Dəfələrlə o qapıdan, o hərəmlərdən mübarizə apardılar, vurdular, yandırdılar, töhdülər, qırdılar, şumladılar, dağıtdılar İmam Hüseynin mübarək mütəhhər hərəmini. Allah yenə onu qaldırdı, yer üzündə sevdirdi. Budur, bu bizə dərsdir, deyir, ümidsiz olma. İmam Zaman əleyhissalamın gəlişindən ümidsiz olma. Özünü hazır elə İmam Zaman ağanın gəlişinə. İntizar çəkirsən, intizar çəkən gərək İmam Zaman ağaya, intizar çəkən gərək İmam Zamanın yolunda hazır ola. Nə cür hazır ola? Onu indi inşallah ikinci xütbəmdə ona bir neçə dənə işarə eləyəcəm. Allaha and verirəm izzət və cəlalına. Allah təbarək və təala bizə bəsirət versin. Allah təbarək və təala o imperializm qüvvələri yerdən yeksan eləsin inşallah. Onlar da Firon kimi pik həddə çatanda suda boğularlar Allahın iznindən. Bizim ümidimiz budur. Biz heç ümidimizi itirmirik. Yeryüzü zaten zülmlə aşıb daşır və gözlədiyimiz bir dənə Həzrəti İmam Zaman əleyhissalamın gəlişi və zuhurudur. Allah o Həzrətin zuhurunu təhzil eləsin. Allah aqibətimizi xeyirli qərar versin. Muhammed və Muhammedə salavat yad eləyin inşallah. Bismillahirrahmanirrahim. Vel asr innel insane lefi khusr illa allazina amanu ve amilus salihat ve tevasav bil haqqi ve tevasav bis sabr.